Hər vaxtınız xeyir, dəyərli arıçı həmkarlar, hər birinizi bu gözəl təbiətin qoynunda, Göygöl rayonunda salamlayıram. Qərb Arıçılar Birliyinin 9-cu görüşüdür bu. Sağ olun ki, bugün yenə də bu aktivliklə yığışmışıq bura. Və Qərb Arıçılar Birliyi platformasının ilk yaradıcısı, Ağsaqqal qocaman arıçımız Zirəddin müəllim Mövlayevi ilk çıxış üçün bura dəvət ediləm ki, bir açılışımız o etsin. İşlərinizdə uğurlar arzulayıram. Hər gün, hər toplanışda, 9-cu toplanışımızdır. Yeni bir fikir, yeni bir yenilik, fərqli bir xəbərlər, fərqli bir məlumatlar ala bilirik. Mən artıq hiss eləməyə başlamışam ki, Qərb Arıçılar Birliyi fəaliyyətinlə Respublikamızda xeyli rezonans yaradıb. Başqa bölgələrdə bu tədbirə qoşulurlar, başqaları da dünən yox, o bir gün Şəkidə bir toplantı olmuşdu, Qəbələdə bir toplantı olur, başqa yerlərdə Cənub Arıçılar da başlayıblar, Şimal Arıçılar da bir toplantı eləyirlər. Təbii, burada qazanan yalnız arıçılardır. Hamımız qazanırıq. Hərəmiz bir tərəfdən mütləq bir bilik, mütləq bir insan yoxdur. İnsanlar bir yerdə olanda, kollektiv olanda daha çox bilgili olurlar. Daha çox öyrənə bilirlər, daha çox səriştəli olurlar. Mən sizin işinizdə uğurlar arzulayıram. O qədər bu arıçılıq işi həm də mürəkkəb və çətindir ki, bunun sonuna gedib çatmaq bəlkə də qeyri-mümkündür. Ona görə də oxumağı, öyrənməyi, təcrübə mənimsəməyi, təcrübəni paylaşmağı, bölməyi tövsiyə edirəm. İnsan belədir, tükətdiyi şeylər var, qidalardır, başqa şeylərdir. Bunlar hamısı bitə bilir. Amma düşüncə, fikir, ideyalar paylandıqca çoxalır. Paylandıqca cilalanır və mükəmməl olur. Sizin işinizdə uğurlar. Sağ olun. Dəyərli həmkarlar, mən istərdim ki, bir neçə məsələ barədə sizə diqqətinizə çatdırım. Ondan sonra sözü verəcəm Azərbaycan Arıçılar Assosiasiyası Göygöl şöbəsinin sədri dəyərli Yavər Əliyevə. Bir məsələni qeyd edeyim ki, artıq biz 7-ci görüşdən üzü bəri ölkənin baş nazirinə və bu arıçılıqla əlaqədar nazirlər, digər orqanlara, nazirliklərə müraciət hazırlamışıq. Dəfələrlə də bu artıq 7-ci, 8-ci görüşümüzdə də video yazılarda səsləndirilib. İndi biz bugün son olaraq gətirdik yenə də həmin o petisiya imza vərəqələrini ki, əgər kim 8-ci görüşdə ona imza atmışsa, mən xahiş edirəm, vəsiqələrini versinlər. Burada Ramil bəy ora qeydiyyatı alsın, orada imza məsələsinə, o imza kampaniyasına siz də qoşulun. İkinci bir şeydə xahiş edirəm ki, biz artıq burada sizin hər birimizin bir araya gəlməyimizlə, eyni zamanda Qərb Xəbər kanalı vasitəsilə də biz arıçılarımız üçün, özümüz üçün bir elektron baza yaradırıq. Yəni, bütün çıxışlar, bütün faydalı fikirlər orada olur. Sözü verim, qoy, hörmətli Yavər Əliyevə ev sahibi kimi öz sözünü desin, ondan sonra gündəliyi sizin diqqətinizə çatdıracaq. Bir arada olaq, həmişə belə mehriban bir yerdə. Allah problem verməsin, amma arıçının problemi də heç vaxt qurtarmır, amma problemlərimizi bölüşürük, danışırıq. Yəni, mən çox uzun danışmayayım. Bizim bir neçə rayonda Göygöldə elə adamlar var ki, məsələn, Xəyal Qarayevi ancaq nə bilim internetdə, YouTube'da görüblər. Deyəndə ki, belə bir konferansımız var, belə iclasımız var. Amma indi bugünkü gün çox təəssüf bir neçə söz verib, hələ ki gəlməyib. Qarla, yağışla ola bilər, yollarda problem var. Nə deyim, valla, yenə də xoş gəlibsiniz, çox sağ olun, bugünkü gün əziyyət çəkirsiniz. Mənim sizə də çoxlu sağ olun ki, bunu işıqlandırırsınız. Təşəkkürlər, çox sağ olun. Və bugünkü gündəliyimizi diqqətinizə çatdırıram. Arı ailələrinin hazırki durumu, nozematoz və askorferoz xəstəliklərinin əlamətləri və müalicə üsulları. Məruzəçimiz çox hörmətli Qurban Qurbanov olacaq. Ondan sonra arı ailələrinə ilk yaz qulluğu və görüləcək əsas işlər çox hörmətli Füzuli Verdiyev məlumat verəcək bundan bağlı. Daha sonra çay fasiləsinə çıxarıq bir 15 dəqiqəlıq və sonra
hörmətli Ramin Qurbanov şan istehsalı haqqında məlumat verəcək və sonunda da Yavər müəllim dediyi kimi bu çoxlarının görmək istədiyi əfsanə Xəyal Qarayev ana arılarının məhsul dövrü və müalicə dövründə qəfəslənməsi barədə məlumat verəcək. Gündəliyimiz bundan ibarətdir. Mən xahiş edirəm çıxışçılarımız öz çıxışlarını, öz fikirlərini 20 dəqiqə içində o 20 dəqiqə intervalına salsınlar ki, suallar da olursa bu əhatə olsun, onsuz da yəni uzanır olmaqla. Hər kəsi salamlayıram. Təşkilatçılara bir daha, ümumiyyətlə arı ilə bağlı bütün təşkilatçılara minnətdarlığımızı bildiririk həmişə. Bugün də bu gözəl yerdə təşkilatçılıq çox gözəldir, amma qarla yağışla bağlı bir qədər az adam yığışıb, o da olan şeydir. Mən çıxışımı bir analogiya ilə başlamaq istəyirəm, biraz maraqlı olsun. Bir var olmuş, bir də var olacaq. Olmuşa bir misal çəkək. Dünən hava necə olmuş? Hamı deyəcək, səhər nətər oldu, günorta nətər oldu, axşam nətər oldu. Amma sabah necə olacaq? Hamı bir qədər fikirləşməli olur. Amma o kollektiv ki, o insan, o kollektiv ki, daha çox mütaliə eləyir, daha çox bir yerə yığışır, daha çox analiz aparır. Onlar gələcək haqqında da fikir söyləyə bilər. Arı haqqında, gələcək haqqında. Amma mənim bugünkü fikrim ancaq olmuşlar olacaq. Yəni, hamı bilir ki, heç kim deyə bilməz ki, bu belə deyil. Elə məsələlərdən danışmaq istəyirəm ki, o ancaq olmuşlardır. Bu barədə onu deyim ki, biz müstəqillik dövründə yaşadıq. Və bu dövrdə, müharibə dövrünə də düşdük, bir qədər çətinliklərimiz oldu, amma hökumətimiz bizə Almaniyadan Kaspar adında böyük bir universitetin ən böyük dünyada tanınmış bir adamını, Ukraynadan Qaydarı, Rəhmatulini, Malixini, Rəşad müəllim özü neçə dəfə gəlib. Amerikadan Dan Auleri, Randy Oliveri, Türkiyədən arıçılığın bütün sahələrində adamlar, böyük bilim adamları gətirib, qarşımıza çıxardıb və biz onların dinləyicisi olmuşuq. Bax, bunlar olanlardır. İndi onların hamısının bizə bir tövsiyəsi olub. Əsas tövsiyəsi, ana tövsiyəsi. Ey arıçılar, ey Azərbaycan arıçısı, bir də deyirəm, onların hərəsi bir universitetdir. Bizə tövsiyə eləyiblər ki, arının bir paraziti var, Varroa adında. Siz ondan ehtiyatlı olun. Onun bircə əlacı var ki, bu son 10 ili hələ deyək, bircə əlacı var ki, siz eyni gündə dərmanlama eləyin. Bax, onda arılarınızı xilas etmiş olacaqsınız. İndi biz arıçı olaraq bura yığışmışıq, hamımız yetkin adamlarıq. Gəlin görək, biz ona əməl etdikmi? Biz ona əməl etdikmi? Gör, kimlər bizə bunu tövsiyə elədi? Biz ona əməl etmədik. Fariz müəllim bir dəfə dedi ki, Qurban, mən bu illəri 4 böyrümdə olanların hamısını məcbur eləyəcəm, eyni gündə dərmanlama eləyəcəyik. Varroaya qarşı payız soruşdum, ay Fariz, nə oldu? Dedi, əmələ gəlmədi. Düzü, mən öz ətrafımda da buna çox çalışmışam, amma əmələ gətirə bilməmişəm. İndi niyə, nətər, faktiki olaraq hamımız arıçıyıq, hamımız bir dildə danışırıq, amma alimlər də bizə dedi ki, eyni gündə zonalar üzrə dərmanlama eləyin, amma eləmədik, yekun nəticədə gəldi, arılarımız qırıldı. Ölkədə keçən il və bu il 50% arımız qırılıb. Keçən il 350 min arımız ölüb. Bu ildə hələ yaza çıxmamışıq, yenə də 350 mindən çox arımız ölüb. Bizim arımız ölüb. Bizim hər birimiz üçün bu o qədər də, məsələn, 10 arımız, 20 arımız ölüb. Amma ölkə üçün bu böyük bir rəqəmdir. Ona görə ki, o Varroa bizi bu səviyyəyə salıb. Biz ona əməl etməmişik. Bəs indi nə etmək lazımdır? Əvvəllər Varroaya bir dəfə dərman verirdik, sonra 2 dəfə, sonra 3 dəfə, sonra 5 dəfə.
axırıncı illər 20 dəfə dərman verirdik, əmələ gəlmirdi. Çünki o bizim günahımızın nəticəsi idi. Amma bugün ortaya yeni bir məsələ çıxdı ki, bəs izolyatordan istifadə etsək, bu məsələnin qarşılaya bilərik. Hələ 4-cü konferansda Xəyal Qarayev bu barədə çıxış eləmişdi ki, izolyatordan istifadə əlac yoludur. O 4-cü konferansdan bu günə kimi 6 il keçib, keçən il bu ildə nə qədər çıxışlar olub, amma bugün gəlin görək, biz neçə faiz izolyatora salmışıq arını. Hal-hazırda arılarımızın neçə faizi tam izolyatordadır. Biz fikirləşəcəyik ki, nə bilim, o yüz bu yüz, amma mən bilirəm ki, təqribən 10% insan buna əməl eləyir. Deməli, bu cür, bu gedişatda da bizim problemlərimiz əmələ gələcəkdir. Da bu nağdıdır. Kimsə bunun qarşısını deyə bilməz ki, yox, belə deyil. Deməli, biz deyilənlərə əməl etmirik. Amma indən belə mütləq məcbur olacağıq. Məcburuq, buna məhkumuq. Hamımız izolyatora anaları qanun qaydası ilə salmalıyıq. İzolyatorsuz işlər getmir ki. İndi Xəyal Qarayevin bostanına biraz zonasına girmək kimi çıxmasın, ona dost köməyi kimi, ona iki dənə fikir söyləyəcəyim. İndi Xəyal Qarayev bu gedişatın əsas simasıdır. Özü də danışanda elə bil Randy Oliver var ya, Amerikalı, onu kimi səhnəyə çıxanda onu kimi danışır. Elə bilirsən bu dəqiqələ səhnədə əriyəcəkdir. Deyir ki, ay qardaş, bu ananı izolyatora sal, balın çox olsun, xəstəliyin az olsun. Amma ona qulaq asan hələ ki yoxdur. Bax, bu dəyərli söhbəti qiymətləndirməmək, ona əməl etməmək ən böyük cinayətdir. İndi onları səssiz alaq, xahiş edirəm, çox xahiş edirəm. Xəyal Qarayevin bu gedişatı haqqında bir söhbət eləmək istəyirəm ki, o qeyd eləyir ki, arıları izolyatora sal, anaları məhsul, əsas bar gəliminə qədər inkişaf elətdir. Görsən nə qədər gözəl sözdür, güclü inkişaf elətdir. Bar gəlimin başlayanda sal izolyatora, balın çox olsun, xəstəliyin də az olsun. Bu bir mənalıdır. Bunun qarşısında hamımız əlimizi qaldırmalıyıq. Amma burada ikinci bir məsələ var. Onu indi Xəyal Qarayev bizim Qərb Arıçılıq Birliyində çıxış eləyir. Sabah beynəlxalq konferansımızda çıxış eləyəcək. Birisi gündə beynəlxalq konqreslərdə Azərbaycanı təmsil eləyə bilər. Ona görə də biz burada bir analiz də eləməliyik ki, bəlkə də ona bir tövsiyəmiz də ola bilər. Biz əgər o tövsiyəni verə biliriksə, deməli ona dinləyirik, ona qulaq asırıq. Bu da bəlkə də onu qəbul da eləməz, amma ki, burada bir ciddi məsələ var. Ana arını ki, izolyatora saldın, biz insan olaraq quşlardan, təbiətin yaratdığı, Allahın yaratdığı quşlardan uçaq düzəltməyi öyrənmişik. Amma quşlar qədər hələ onu daha dəqiq düzəldə bilməmişik. Elə quşlar var 80 qram yağla 8000 kilometr uçur. Deməli, hələ o mükəmməldir. Quşlardan biz bunu öyrənmişik. Balıqlardan gəmiləri düzəltməyi öyrənmişik. Bəs arılardan nəyi öyrənmişik? Arıları 100 metr dərinliyə sal, çöldə çiçək açan kimi Xəlil Binənin də sensorunu qoy ora. Çöldə çiçək açan kimi arı orada məlumatda olur. Orada bilir ki, çiçək açdı. Deməli, arılar o çiçəklə harada olsa danışmaq qabiliyyətinə malikdir. Biz onları, bu telefonla danışmağı onlardan öyrənmişik. Onun da əmisi oğlu var, onun da adı Varuadır. Onlar Buğumayaklılarda bir yerdədir. Varua bəs ananı izolyatora saldığın zonalar üzrə. Bizim aranımız var, dağımız var, sonra dağ ətəyimiz var, dağımız var, bir də yaylamız var. Sən salırsan ananı iyunun 15-də, o birisi salır iyunun axırında, o birisi iyulun 15-də, iyulun axırında. Bu zaman həmin izolyatora salınmış varualar, bax bu misalı ona görə deyirəm, həmin an bilir ki, bu yuvada artıq şey yoxdur, artım yoxdur, gələcək onun balası üçün yem yoxdur. Həmin gün atını minir, gedir, o birisi çiçəyə düşür, sən hələ izolyatora salmamısan. Aralıq arxanalar da var. Erkək arılar 20 kilometr belə, 20 kilometrdə oradan bəri uçur. 40 kilometr arada əlaqə var. Həmin varoların hamısı
köçür, sən hələ izolyatora salmamısan, sənin arılarına. Oradan o birisinə, oradan birisinə, sonradan qayıdır yenə Xəyal Qarayevin arısına. Yəni izolyatorla bu formada xəstəliklərin qarşısını alırıq. Balımız çox olur, amma varroanın qarşısını ala bilməyəcəyik. Mümkün deyil. Nozamatiz və askorofoz. Ha, bilirəm. Bunun qarşısını ala bilməyəcəyik. Ona görə də biz qış izolyatoruna salmalıyıq, həm də arını qış izolyatoruna. Qış izolyatorunda nə baş verir? Noyabrın 15-də istər dağ aranda, istər dağ ətəyində, istər dağda, istərsə də yaylada, noyabrın 15-dən dekabrın 15-nə kimi, yanvarın 15-nə kimi hər bir adam ananı izolyatora sala bilər. Əgər biz, burada da ayrı narahatçılıq yoxdur. Noyabrın 15-dən dekabrın 15, yanvarın 15-nə kimi. Bu zaman bütün xəstəliklərin qarşısını almış olursan. Bax, bu bizim bu cür eləsək, növbəti ili heç bir dərman vermədən arıları xilas eləyə bilərik. İndi söhbət düzdür, biraz haşiyə çıxdım, Xəyal Qarayevə də bu məsləhətdir. Gələcəkdə konqresdə bunu deyə də bilər, qış izolyatorunu. Qış izolyatoru bizim bir nömrəli silahımızdır. Qış izolyatoru da ananı saldın 2 ay. Gələn il heç arıya bir dənə dərman vermə. Amma yay izolyatoru bunu eləyə bilmir. İndi mənim öz mövzum ondan ibarətdir ki, bugün sizin hər birinizin arısının içində nə baş verir, vəziyyət nə yerdədir? Mən oradan başlamaq istəyirəm. İndi hamımız bilirik ki, aktiv arılar var, aktiv arılar yumurta qoyublar, özü də qış uzunu. Mənim 55 arını izolyatora salmışam noyabrın 15-də, noyabrın 15-də 5 arı artımı dayandırmamışdı və onlar mən görürəm ki, qış uzunu artımı dayandırmayacaqdı. Çünki artımın ətrafını bilirsən, hansı ardıcıllıqla qoyub və yumurtanı nə formada qoyub. Əgər o arıları izolyatora salmasam və siz ətrafımızda o arıları izolyatora salmasanız, orada nə baş verir? Bütün problemlər oradan baş verir. O ananın ki, arının içindəki artım verir. Mənim arımın 6 ramkalıq arı idi, 3 ramka artımı var idi. Orada birinci növbədə o analar ən qiymətli analardır. Onlar sənə 150 kilo bal verməyə qadir analardır. Ən seçilmiş analardır. Artımı dayandırmır. Amma artımı dayandırmayanda çöldə 15 dərəcə istidir, noyabrın 15-i axşam 7 dərəcəyə düşür. O 3 ramkalıq artımı qış uzunu saxlayırsa, nə qədər enerji sərf eləyir? Hədsiz çox enerji sərf eləyir. 34 dərəcə yuvanı saxlamalıdır. 34 dərəcə yuvanı 34 dərəcədə saxlayanda o balı yeyir, biz benzin işlədirik, o bal işlədir. Balı azalır. Həm də öz bədəni ilə, əzələləri ilə istiliyi yaradır, qocalır. Əgər noyabrın 15-də 3 ramka artımı varsa, dekabrda o yeşiyi doldurmalıydı. Amma bir də baxırsan ki, heç artmayıb. Elə yerindəcə sayıb. Çünki o qədər enerji sərf eləyir. O arılar ölür, yeni çıxanlar onu əvəz eləyir və davamiyyət olmur, artım getmir. Enerji sərf olunur, amma arı artıma getmir. İkinci ən çox o arını, o dəyərli ananı ən çox narahat eləyən nədir? Ən çox narahat eləyən su problemidir. Həmin aktiv ana balı yığıb, çiçək tozunu yığıb, 3 ramkada artımı var, qış uzunu da artımı verəcək, amma sudan mütləq balalarına su verməlidir. Rahmetullin 7-ci konferansda İsmail'də o soyuq salda bu barədə ətraflı çıxış eləyib. Hər bir 15-14 dərəcə istilikdə olan istilik varsa çöldə, arı hər hansı 100 arı çölə gedirsə su dalınca, onun 95'i ölür. Yəni bu dövrdə arı ən çox sudan, ikinci ən çox sudan əziyyət çəkir və o yuvada narahat olur. Üçüncü ən çox narahatçılıq nədən ibarətdir? İndi Elxan müəllim dəyərli arıçılığımızın langustrotu, Elxan müəllim analizlər göndərib, Türkiyədən də cavab gəlib. Bizim arılarda xroniki arı iflic virusu var. Bu arı ki, o dəyərli ana 34 dərəcə istilik yaradır,
orada kroniki arı iflis virüsü onun dərisində, kutikulasında inkişaf eləyir. Çünki onun da balası 34 dərəcədə inkişaf eləyir. İkincisi, flammentoviroz virüsü çıxıb, oradan cavab gəlib. Flammentoviroz virüsü arının qanında, homolimfasında inkişaf eləyir. Ananın sonra analıq orqanlarını zədələyir. Tutaq ki, sən nə ilə bilərsən ki, flammentoviroz virüsündən arın zədələnib? Bizdə analizdən o cavab çıxıb, bizdə flammentoviroz virüsü var. Arının qanı ağ rəngə çevrilir. Sən onun başını qırıb, bir şüşəyə belə toxundursan, özün gözünlə görərsən ki, orada qan ağarıb. Onun inkubasiya dövrü 2 gündür. Tez bir zamanda arının anasını zədələyir və analıq orqanını zədələyir və arı yumurta qoymur. Gələcəkdə yumurta qoya bilmir. Ona görə, bax bu arı ki, istiliyi yaradır, həm enerji sərf eləyir, həm sudan əziyyət çəkir, həm də flammentoviroz onun qanında inkişaf eləyir. Üçüncüsü, indi söhbət nozemaya gəlir və bu gün nozemanın ən aktual məqamıdır. Aktual məqamdır. Nozema arının orta bağırsağının ikinci hissəsində oturur və temperatur 34 dərəcə olan kimi bu arı da 34 dərəcə saxlayıb. Hər yerdə də nozema var. Yuvada ki, bu aktiv arı 34 dərəcəni saxlayır, nozema orada oyanır və başlayır inkişaf eləməyə. İnkişaf eləyir. Bir günün içində, bir həftənin içində bütün bağırsağı götürür. Deməli, o aktiv ana ki var idi, sənə 150 kilo bal verə bilərdi. Ən aktiv analar orada sudan əziyyət çəkdi, istiliyi xərclədi, yuvada askosferoz baş qaldırdı, nozema baş qaldırdı və erkən yaz varoada onu kimi. Varoada orada miqrasiya eləyən varoalar ora gəldi və orada inkişaf elədi. Sən erkən yaz ona 2-3 dəfə dərman verməli olmalısan və onun anasını ağlatdın da. O sənə 20 kilo bal verəcək. Payızda da qaçacaqdı yuvadan. O dəyərli ana. Sən amma onu izolyatora salsan, 2 ay izolyatorda qalsa, o arı sənə Xəyal Qarayev dediyi kimi ən azı 50 kilo, 100 kilo bal verəcək. Buna görə də biz izolyatordan istifadəni unutmamalıyıq. İndi nozema bugün deyirik ki, heylə arılarda ki, inkişaf eləyir, qarşısını nə ilə ala bilərik? Əgər izolyatora salsan nozemanın qarşısını ala biləcəksən, yoxsa yox. Tutaq ki, ananı izolyatora salmısan, 15 gündən sonra buraxacaqsan. Həmin izolyatora salanda nozema arının qarnında inkişaf eləmir. Çünki arının temperatur yaratmayıb. O da orada yatır. Gör təbiətin nə qədər qəribə qanunları var. O da orada yatır. Sən ananı izolyatordan buraxmazdan 15 gün qabaq timollu kandini, ya yovşanlı kandini, ya kəkotulu kandini 15 gün qabaq onun üstünə qoyursan. Hələ ananı buraxmamısan, o artım vermir, nozema da orada yatır. Arı onu yatmağa kimi başlayır yeməyə. Yeyəndə oradakı orta bağırsaqdakı ana nozema sporu var, bir dənə tutaq ki, 10 dənə. Orada hələ epiteli zədələməyib. Həmin onu, həmin kəkotunun ya timolun nəticəsində keçir arxa bağırsağa, oradan da çölə atılır. Deməli, orada inkişaf eləmir. Əgər sən o arı artıq artım veribdirsə, sən onun qarşısını ala bilmərsən. Nozema bir həftədə milyardlarla olur. Bizə Heyrəddin Ağqaya gəlmişdi bizə. Gəncədə bizə 10 günlük seminar keçdi. O işıq mikroskopunda bizə göstərdi. Bir dənə orta bağırsaqdan götürülmüş bir damcının ondan biri qədər əşya şüşəsinə yanımızda qoydu və oradan baxanda biz orada milyardlarla düyü boyda nozema gördük. Düyü boyda ağ. Deməli, o bir həftədə ana arı ki artım verdi, sən o nozemanın qarşısını ala bilməyəcəksən. Arın artacaq, zəif inkişaf eləyəcək, 20 kilo, 30 kilo bal verəsə arı sənə 5 kilo bal verəcək. Amma heç bilməyəcəksən ki, bu nozemadır yoxsa yox. İndi onun apisi var, bir də serenası var. Biz onun fərqinə varmayaq. Apisdə qəbizlik yaranır, serenada ishal yaranır. Amma biz onun bir o qədər dərinə getməyək, hər ikisi arının anasını ağladır. Deməli, biz nozemanın bugünkü gündə, indi yuvanda baş verən nozemanın qarşısını indi ala bilərik. Nozema da varoa ilə paraleldir.
Nozema nə qədər Varroaya təkan verirsə, Varroa da o qədər Nozemaya təkan verir. Deməli, Nozemanın qarşısını almalıyıq. Nə ilə? Bircə yolla. Arını izolyatora salmışıq, orada ananı izolyatordan buraxmazdan 10 gün qabaq timollu keki, kekotulu keki, bir də deyirəm, yaxud ən yaxşı ilə timoldur. Timollu keki qoy başının üstünə, hər ramkaya 50 qram hesabı ilə bəs eləyəcəkdir. Hazır şahdaq istehsal eləyir. Özün istehsal eləyə bilirsənsə də yovşanla elə, ya timolla elə. Onun qaydasını da bilirsiniz. Bu, Nozemanın nəfəsini kəsir. Orada balaca elə bir canavardır da, balalamamış çölə atılır. Amma arı ki, yumurta qoydu, sən onun qarşısını ala bilməyəcəksən. Nozema bizə olduqca çox ziyan verir. Amma çox vaxt heç bilmirik. Arılar da bal da verir, amma görürsən ki, inkişaf da eləyir, beçə də verir. Amma orada Nozema əgər sən bu tədbiri görsəydin, o arı 10 kilo bal verdisə, sana 20 kilo bal verəcək idi. Deməli, Nozemaya qarşı tədbirlər bir mənalıdır. İndi Askoşveroz da deyirsiniz, vaxtım neçə dəqiqədir qardaşım? 10 dəqiqə. Neçə dəqiqə qalıb? Bir şey qalmayıb, 5 dəqiqəmiz qalıb. 5 dəqiqəm qalıb. Hə, 1 dəqiqəni hələ zapas saxlayacağım. 4 dəqiqə danışacağım. İndi ki hələ 4 dəqiqə bir padişahın ömrüdür. Sizi biraz yordum, amma bir qədər haşiyəyə çıxaq. Haşiyəyə çıxaq. Tərəzi deyilən bir şey var, bax tərəzi. Tərəzi 4 dəqiqəm varsa, tərəzi haqqında böyük ustadımız Musa Yaqub deyir ki, bir gözün sənəydin, bir gözünü mən. Niyə narazıyıq bu tərəzidən? Mən Varroa, sən də xəstəlik yayan. Bir günah sənindir, bir günah mənim. Demək, hamımız günahkarıq. Bu tərəzini əyif Varroa, Varroa əyifdir. Tərəzinin bir gözündə Varroa və onun qarşısındakı başında olan xəstəlikləri idi. Bir gözündə də arı və arıçı. İndi Varroa əyif gətirib bizi məğlubiyyət aktına az qala çatdırıb. 700 min arımız ölüb. Bax, belə durub tərəzi. Bizim ali başkomandanımız getdi, Paşinyanın boynunun dalından tutdu, məğlubiyyət aktına qol çəkdirdi. İndi Varroa da az qalır ki, bizim akta qol çəkdirsin. Amma biz bu deyilənlərə, Xəyal Qarayevin gedişatına, o aktiv arıçıların dediklərinə əməl eləməsək, onda təmiz tərəzi tərsinə çönəcək. Yox, əməl eləsək, tərəzini düzəldə biləcəyik. Və ona görə də Musa Yaqubun sözü ilə də sözümü qutarmaq istəyirəm. Deyir ki, oradan, Yavər müəllim, sizin dağdan, inşallah Köysədən də gələr. Oradan bulanıq su hopur torpağa, burada üzə çıxıb dönür bulağa. Hələ ki vaxtımız var durulmağa. Bir sabah sənindir, bir sabah mənim. Sabahlarınız uğur olsun. Birinci hər kəsi salamlayıram ki, əziyyət çəkib işini, hər kəs iş yüzgəsidir, iş yüzünü qoyub gəlibdir bu günləri bu tədbirə. Və biz nə qədər belə yığışıb bir yerdə müzakirə eləsək, diskussiya eləsək, bir o qədər də bu xəstəliklərin öhdəsindən gəlmək daha da asan olacaq. Bugünkü mənim çıxışımın mövzusu üzümüzə yaz fəsili gəlir inşallah. Salamatçılıqla bu qış fəsilini çıxardarıq. İlk yaz qulluğu haqqında bir söz demək istəyirəm. Bu yaz qulluğundan qabaq bu kandi son zamanlar kandi kek dəbə minibdir. Arıçılarımız payız yemləmələrində və yaxud da bal saxlayanda bir də görürsünüz yemi az saxlayır. İndi üzürsüz səbəbdən, ancaq sonda bu kandiyə ehtiyac qalır. Bu qış kandi verəndə adətən deyirlər ki, çiçək tozlu ballı olsun ki, həmin kandilər arının lazım olan protein ehtiyacını ödəsin. Ancaq bu biraz yanlış fikirdir. Bu qış dövründə adətən sadə kandilərdən, fondon və invert kandilərdən istifadə etmək lazımdır ki, arılar uzun müddət çölə uçuş eləyə bilməyəndə bağırsaqda tıxanaq yaranır. Bu da gətirib sonda nozemiyada çıxarda bilir. Və gələn ilk yazda deyək ki, arı ilk uçuşunu elədi, ilk bala uçuşunu elədi. Bu ilk bala uçuşunu eləyəndə
biz arıları yemləməyə başlamalıyıq. Birinci yemləməni Rahmatullinin reseptinə görə acı istiotla, qırmızı istiotla elənilir. Bunda 100 qram acı istiot 3 litr suda dəmlənilir. Hər 1 litr şərbətə 50 qram qatılaraq arılara cüzi miqdarda yemləmək lazımdır. Çünki qışlamadan çıxan arı ailələri zəif çıxır, onda gücü yem verib, biraz da əziyyətə salıb ömrünü gödətmək ehtiyac yoxdur. Bu, həmin arıların bağırsaqlarını təmizləyir və arada, belə deyək də, el arasına desək, qızışma yaradır. İkinci yemləmə edilir, sarımsaqla yemləmə edilir. Sarımsaq da ikinci yemləmədə bir böyükbaş sarımsaq əzilir, tökülür 1 litr dağ suya, yəni qaynadılıb soyudulmuş suya və yaxşı olar ki, reseptdə adətən deyilir ki, bir gün saxlanılır və səhəri o süzülüb təmizlənilib 1 litr şərbətə 50 qramdan qatılıb verilir. Ancaq sarımsağın tərkibində son araşdırmalar göstərir ki, asilin maddəsi var. Həmin maddədə arı üçün vacib olan bir maddədir və bu maddə də suda qaldıqda məhv olub gedir. Ona görə də ən yaxşı variant yəni bu asilin maddəsi haqqında bir fikir olmamışdan qabaq mən özüm üçün sarımsağı 1 litr suya əzib tökürdüm və blenderdən bir yekə baş sarımsaq, indi mən adətən onun reseptdə də yazılır, bir böyük baş sarımsaq, onu və o sarımsaq da Kitaydan gəlmək yox, bizim yerli sarımsaqlar olmalıdır. Həmin sarımsaq əzilir 1 litr suya töküb, blenderdən keçirirdim və heç süzmədən də onu dərhal şərbətə qatıb, aparıb arıxanada arıları yemləyirdim. Bu, həmin sarımsaq bu viruslara qarşı istifadə olunur. Üçüncü araqla olandır, onu mən yəni o resepti etməmişəm, yəni edəsə də deyiləm. Üçüncü yemləməni mən son gələn dövrə qədər edirəm KAS 81-lə. Əgər deyək ki, arıda hər hansı bir askleroz aspergilloz xəstəliyindən bir şikayət varsa da, əlamət varsa da və yaxud da arısı şübhələnir ki, payız ayında bunda bu köbələk xəstəliyi olubdur, onda 2 dəfə manqlavitlə və yaxud da apimaxla yemləmə etmək olar. 1 litrə 15 qram, 14-15 qram qatmaqla. Və son yemləmədə yenə də KAS 81 ilə yekunlaşdırılmalıdır. KAS 81 acı yoxşanın, indi yəqin ki, hər kəs bilir, təkrar kimi çıxmasın. KAS 81-i acı yoxşanı çiçəkli dövründə 900 qram, ilkin mərhələsində yaz dövründə harasa 10-15 santı olan hündürlükdə yığılır o 50 qram və şamın çiçəyi düyü formasında olanda, bu üzümüzə gələn yəqin ki, fevral ayında bunu yığmaq mümkün olacaqdır. O yığılır, böğründəki o qənətlərinlə birgə. Bu cəmi toplam olur 1 kilo. Bu 10 litr suda 2 saat dəmə qoyulur, az miqdarda, yəni çox da qaynatmağa ehtiyac yoxdur, az bir miqdarda gördünüz qaynara düşdü, 6 dəmləmə, çay kimi dəmləməyə qoyulur 2 saat, sonra ya axşamdan qoyub üstü basırılır, səhər üstü açılıb, süzülüb götürülür və yaxud da ki 6 saat ədyalla püşələnir, qalın bir yorğanla püşələnir, 6 saatdan sonra süzülüb götürülür və KAS 81-də belə bir şey var. O bir gündən sonra başlayır tərkib dəyişməyə. Onun qarşısını almaq üçün biz deyək ki, bir gündə 20 litr şərbət verəcək büyün arı üçün və hər yemləmədə 20 litrdən istifadə edirik. 20 litrə də biz qatmalıyıq 35-40 qramla. Deyək 40 qramla götürdük, 20 litrə 800 qram biz KAS 81 qatıb verməliyik. O 800 qramı ya litrik butulkalarda və yaxud da ki pingvin paketlərdə qoyuruq, ölçüb töküb qoyuruq dondurucuya, dərin dondurucuya. Dondurucuda qalır, deyək ki yem hazırlandı və arıya verəsiyik bir harasa 3 saat, 4 saat qabaqdan yəni qaynar yemi atmaq olmaz. Biraz ilıqlanandan sonra onu qırıb atırıq içinə. Elə bax, məsələn, butulkadadırsa da butulkanı dairə formada bıçaqla vuranda özü şüşə kimi qırılır.
atırıq şərbətin içinə, hazır olur. Adicə rəngindən də hiss olunur ki, təzə KAS-81 ilə biraz köhnəlmiş KAS-81 rəngi də fərq olur. Ancaq biz onu dondurucuda saxlayanda heç bir fərq olmur. Nətər var, elə də arıya çatdırır. Bu arıya çox gözəl xeyri var, süsümə edicidir. Nozemiyə qarşı çox gözəl təsir edir. Hətta deməli bununla yemlənən, bəslənən o balalarda gənə problemlərində bir 50% olsa aradan götürür. Bu KAS-81 81-ci ildə Rusiyada gənəyə qarşı istifadə olunubdur. Bir də bu yemləmələr başlayanda adətən arıçılar biraz istəyirlər ki, arının yeri gen olsun deyək ki, uzaqdan gedib gəlirlər. Arı ramkaların sayını artıq qoyurlar. Həmin yemləmələr başlayandan arılar tam nə qədər bacarılır sıxılmalıdır. Və sıxılandan sonra deyək ki, arılarımız bu illər əsas bu lazım olacaqdır. Arılar qışlamadan çıxıbdır deyək 2 ramkada, 3 ramkada. Onun böyrünə sağına soluna istilik qoymaqdan əlavə, əgər imkanınız varsa da falqazol deyilən 0,5'lik falqazollar var. Qalından əmələ gəlmir. 0,5'lik falqazolla belə ramkanın üstündən pişmək lazımdır. Sonra istiliyinə yapışdırmaq lazımdır. Orada parnik effekti yaranır. Çox adam fikirləşir ki, orada nəmişlik yaranacaq. Heç bir nəmişlik də yaranmır. Orada açanda həmin belə deyək də, o pişdiyiniz arı ilə pişmədiyiniz arının fərqinə baxın. Açanda həmin arıda bir gümrahlıq və o ramkanın üzərində mum toxuma görərsiniz. Bu da arının orada məmun olduğunu göstərir. Amma pühmədiyimiz arıları açanda biraz elə bil arı kütləşmiş fason, biraz necə deyim, qurdun ətrafında daha çox yığılır, dağılma yoxdur. Bu da bax onun əlamətidir. Gəldi, deməli bu yaz yeniləməsindən sonra, yəqin ki vaxtım var da mənə. Gəldi mərtəbə vermə, arılara mərtəbə vermə, bu gətirdiyimə bir dəqiqə, farzməmizə zəhmət olması. Onun içindəkiləri çıxardım. Bak bu son suya koyun siz kaldı. Zahmet olmasa burası son suya koyun. Bunu yəni mən özümə borc bilirəm, hər çıxışımda izah edirəm. Yəni bu təkrar olsa da deyəcəm bunu. Deməli bizdə necədir? Arıxanalarda gəldi, doldu, deyək ki 8 ramka doldu. Arıcı deyir ki, güclü inkişaf gedir və mən 8 ramka dolub, altda deməli 2 dənə ya suş, ya təməl pətəyi atım. Birbaşa da doldurum bu mərtəbəni, qoyum üstə. Burada nə baş verir? Deyək, bizim bu qərb bölgəsi üçün əsas xarakterik iqlimdir. Məsələn, may ayında elə olubdur ki, yoldaşlar da indi təsdiq edə bilir. May ayında şaxtalar düşüb, hətta mənim yadımda tut ağacının üzərində bütün yarpağı tökübdür. Bu olur. Yəni aprel ayında, ondan sonra mart ayının axırı güclü soyuqlar olur. Bu soyuqlar düşən kimi dərhal orada, burada qurdlarda soyuqlama başlayır. Arı çəkilir qurdun üzərindən. Ən yaxşı halda, çox güclü bir nüfuza malik olan ailə olsa, yəni qurdu qorusa da böyük yem istifadə edir o istiliyi yaratmaq üçün. Və bunun üzərinə biz deyək mərtəbəni atdıq. Mərtəbəni atanda burada həmin buradan qurdun balağın böyründəki rütubət buradan qalxır yuxarı boşluğa. İndi bəzi arıçılarımız deyir, mənə razılaşmıyıbdır, deyib ki, orada arı üzərini bağlayır ramkanın, altdan rütubətin, istiliyin çıxmağının qarşısını alır. Amma mən onu görmüşəm ki, bu elə deyil. İndi hər an şəxsi fikirdir. Mən dediyim o deməkdir ki, qanundur. Buradan istilik qalxır yuxarı, burada soyuqlama, arı stres yaşayır. Arıçı da bir tərəfdən stres yaşayır. Hava açılsaydı, gedim görüm hansı xəstələnib, hansı salamatdır. Bunun qarşısını almaq üçün nə edirik? Deyək ki, bu arı gəldi 8 ramkaya çatdı. 8 ramkaya çatan kimi indi məndə bütün yeşiklərin altı belə çıxandır. İndi bu çıxır deyə daha rahatdır. Və mən də məsləhət görərdim ki, kimsə də yenişik bağlatdırmaq istəyir və yaxud da imkanı varsa da altı bağlı yenişiklərin altını çıxan eləsinlər, daha asaddır, praktikdir.
Bir də ki, əgər təzə yenişlər bağlatdırmaq, düzəltdirmək istəyirlərsə, hamısının altı belə çıxan olsa, çox gözəl və arıçı üçün çox effektiv bir üsuldur bu. Bu, Sovet dönəmində də var idi, belə altı çıxan yenişlər. İndi bizim öz arıxanamızı deyim, bizdə köçdə biraz çətinlik verdiyi üçün götürüb hamısını şuruplayıb bağlamışdıq, atda ki, mismarı bağlamışdıq ki, bu çıxmasın. Amma bu Sovet dönəmində Rusiyada da var idi. Bunu deməli, nə edirik? Bu 8 ramkanı basıbdır buradan. 8 ramkanı basıbsa da getmiş yarın yanına və yanımıza da mərtəbələri aparmışıq. Bunu götürürük, buna 2 dənə, indi dövrə baxırıq, ya təməl pətək veririk, ya suş veririk. O, yəni, arıçının öz seçimidir, o dövrə baxıb. Və bunu götürüb qoyuruq qırağa, kənara. Gəlir bu. Bu boş mərtəbəni, indi mən adətən hazır aparıram, onu deyək ki, gətdik, qoyduq bu yenişin üstə boş mərtəbəni. Bura ortaya 2 ya 3 dənə suş salınır. Suş salınır, hörülmüş şan. Yanlarına təməl pətək qoyulur. Suş nəyə görədir? Arı burada, deyək ki, tam yuxarını bastı və ana arı məcburən düşür aşağı. Əgər deyək ki, arı bu üstü deyək basıb, hələ anar aşağı düşmüyor, aşağıda arı nüfuzu var, anar aşağıda yoxdur. Bəzi yoldaşlar götürür, bunu nə edir də? Ananı birbaşa götürüb tulluyur oraya. Ananı birbaşa oraya götürüb tullamaq olmaz. Buradan yuxarıdan 2 dənə balalı ramka ilə sallıq aşağı və bu ana keçməzi qoyuruq üstə. Ana keçməz qoyulur üstə. Və o yuva da qalxır bura, orada yenə suşdur ya təməl pətəkdir salınır. Burada məqsədimiz nədir? Həm bu qara ramkalardır, nə bilim, yararsız ramka, onlar çıxır. Altda arı üçün, ana arı üçün bütün biz bura iş vermiş oluruq. Əgər deyək ki, arıda burada inkişaf var, arısı istəmir ki, üst etajı yerində saxlasın, aşağı salmaq istəyir. Salması yenə də problem deyil. Burada baxır, hava şəraiti yaxşıdır, öz iqlimini, yaşadığı ərazi iqlimi bilir. Yenə də aşağı saldı, bu altdan 3 dənə, 4 dənə ramkanı çıxartdı, orada yenə təməl pətəyidir və yaxud da suşdur, onu verə bilər. Amma ən yaxşı variantı, məndən ötəri ən yaxşı variantı ilə yuxarıdan 2 ramkanı ana ilə beraber sallıq aşağı, əgər ana düşmür. Ana özü düşübsə də heç bir problem yoxdur. Buradan məsələ nədir? Arı buradan yuxarı qalxanda adətən tarlaçı, ailəni betçiyə aparan tarlaçı arı olur. Buradan yuxarı qalxanda bu boşluğu görüb, o ailədə betçiyə vermək fikrinə düşmür. Bəzi adamlar deyir ki, yox, məndə olub, orada nəsə bir problem olub ki, olub. Yoxsa belə o olası deyil. İndi anada nəsə meyilləndirəndən sonra verə bilər o işləri. Hədə nəsə problemi yaradıbdır. Nəsə problemi yaradı. Amma bu üsulda, mən dediyim üsulda, yəni konkret mən hələn bir dəfə narahat olmamışam ki, hava soyuyacaq və yaxud da burada bal yem sərfiyyatının da qarşısı alınır. Çünki arı aşağıdan gələn bu hava, burada bir, necə deyim, bir aşağıda bir kəmər kimi burada fırlanır, yuxarıya heç bir təsir olmur. Amma bu aşağıda qalıb üstündə olanda buradan istilik çıxanda avtomatik burada soyuqlama baş verəcəkdir. Bir də bu yenişlərimizdə bunu da deyim. Vaxtım var mənim yoxsa? Bu yenişlərdə bu da mən çox gözəl effektini görmüşəm. Görürsünüz, altda belə məsafə var. Burada hardasa da 7-6 yarım da bu məsafədədir. Burada deyirlər ki, bunu belə edəndə altdan dalaq toxuyur. Əgər ramkaların hamısı eyni səviyyədədirsə də, əgər arıçı vaxtında buna təməl pətək istəyirsə də, verirsə də, o olası deyil. O olsa da, yenə o arıçı üçün o, yəni, ziyanlı bir şeydir. Altda dalaq toxuyub, orada erkək qurd səpəcəksə də, yenə də o erkək qurddur. Və yaxud da ki, arı iş olmayıb, yer olmayıb, betçiyə getməkdənsə altda dalaq sallasa, elə arıçının birinci o, belə deyək də, göstəricisidir ki, betçənin də qarşısına, orada işi var. Arını, acizə ramkanı qaldırırıq yay ayında. İndi kim elə 6 hündür yenişlərlə işləyirsə, ramkanı qaldıranda elə bil altında belə dalaq sallanır. Götürürsən, elə bir şarıltı ilə belə altda axır.
O nədir? Tarlaçı arılardır. Onlar gətirir nektarı, çiçək tozunu, suyu verir yuxarı. Bunun işi yoxdur. O düşür aşağı. Aşağı yuxarıda bala bəsləyən və yaxud da ki o balı buxarlandıran, yəni yuxarıda təmizlik işi görən heç birinə mişatçılıq eləmir. Və arının yenişinin də qarşısında adətən bu saqqal sallamağının hamısının səbəbi içəridə tarlaçı araya yer olmamağının səbəbidir. Oksigen çatışmamağının səbəbidir. Bax, bu onun da qarşısını alır. Yəni, bu mən dediyim üsul altı çıxan yeşiklərdən ötəridir. Əgər kimsə də istəsə bunu, yəni əllə də arısı azdır, əllə də yerini dəyişə bilər. Qaldı ki, indi qardaş deyir ki, bəlkə elə kiminsə də imkanı yoxdur. O birisi suları, yəni mövzu buydu, ona görə mən bunlar. O birisi sularda, indi ham bilir də, burada məsəl üçün altdan, deyək ki, 6 ramka altdan qoyulur, 6 ramka üstdən qoyulur, böyrünə penoplast qoyulur. Və yaxud da ki, kimsə də üstə mərtəbəni qoyur, böyrünü qatlayır müvəqqəti olaraq. İndi üsullar çoxdur, ancaq mən bu altı çıxan yenişikdən danışırdım, mövzum buydu. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm, sağ olun.